Ben Ağayev Hacı Firidun oğlu Ermenistan'dan gelmiş kaçkınam. Da faaliyetimi hesab alarak beni medrese belediye seçtiler. 2000-ci ildən 2006-cı ilin axırına kadar ben medrese kendi kasabasında belediye oldum. Belediye vakti bende o vakti ihtiyar yok idi. Ne torpağı satmağa ne de uzun müddet icariye vermeye. Yani 99 lira. Çünkü orada yazılır ki 99 ilde o torpaqları icariye verirler ki o strateji ehemmiyeti var. Yani qazarma üçün, vayeni qazarma üçün, aeroport üçün, su mənbəyi üçün, hərbi hissələri yerləşdirmək üçün onlara 99 illiğine icariye vermək olar. Ama ben sonundan işittim ki 99 ila Plaşnoy veriblər. Taci belediyenin ehtiyat fondu, prezidentin fermanı var ki, belediyenin ehtiyat fondu satılmağa, başkasına verilmeye, özelleştirilmeye hiçbir zaman ihtiyarı yok. Ancak belediyenin ehtiyat fondunu 23 hektar torpağı Qədir'in adına, Osmanov Qədir'in adına 99 illiye icare yazıblar. Belediyenin ehtiyat fondunu, hansı ki bu kanunlara tamamıyla zil. Ondan medrese kendinin yegane su mənbəyi olan gölü, medrese gölünü hiç kim ihtiyar yoktu. Onun durbalarını satıplar, nasosunu satıplar. Oradan kendi su vurulurdu. Cemaat teknik su kim istifade ediyorlar. O belediyenin üstünde 111 bin manat değerinde bir göldü. Durbasıyla motoru da satıplar. Ondan sonra durbalarını da satıplar. Kasabaya kadar gelen zaten durbalarını. Sonra da özünü veripler balıkçılığa. Gene 99 illiğine. Süleyman adlı Sabir sofosunda vatandaşı olan ancak uzun iller Rusya'da yaşıyor, Rusya vatandaşı Süleyman Rusya pazarlarında işleyen. Bunun hiçbir şeyden alakası olmadan ne imzası var, ne kolu var o adamın, ne de haberi var. Bunu Qədir Osmanov öz adından format eləyib yazdırıb oraya. İndi de sonra görür ki Əsli xanım bu işi dirildir, yazdırıbdı. Öz qohumunun adı nədir o Əsli? Mehman oğlu Zat. Qudasının adına. Ha, Qudasının oğlunun adına. David adlı birinin adına. Məlum olmayan adamın adına. Bu da belə. Gene qanunsuzdur. Əsli torpağı aldığı torpağı, 4 hektar torpağı onun elinden çıkartmak istediler fırıldakla ki Qədir'e verilsin. Çünkü Qədir orada evler tikib, balık evi tikib, ne tikib. Ancak Əsli mənim yanıma geldi. Dedi ki sen verdiğin senetler bana saxtaymış. Ben nöter kaldım ki nöter bir şey ildi bu adam. 15 ildi ki o istifade ediyor. Orada buna ev yeri özelleştirip verilip devlet tarafından. O şəhadətnaməsi var, adı var. Nətər Əsli. Mən sənəti göstərdim ki, Əsli bax, mən belediyeden çıxmışam, sənin sənəti oraya təhvil vermişəm. İcariyə götürülən adamların, Nuriye ve Əsli Bədəl qızı. Budur, 4 hektar torpağın sənətini təhvil vermişəm. Ancaq o sənəti gizlədiblər, nədən ötəri? Çünki Əslidən alıb, başqasına satmaqdan ötəri, bu torpağı bunun elinden çıkartmak istiyorlar. Bu kanunsuzdur. Əslinin aldığı torpak kanunludur. Rayon torpak şöbəsinin kadastrı var, sxemi var. Çertöv çəkilib ona hamısı. Bu Əslinin sənəti kanunlu bir sənətdir. O ki kaldı bak, bundan başka Osmanov Qədir'in oğlunun adına medrese belediyesinden kanunsuz, belediye üzvlərindən xəbərsiz 2008-ci ildə 4 nömrəli protokolla bu adama Natik Osmanov Qədir'in oğlunun adına 50 hektar torpaq veriblər. 1 manat da olsun bu
torpağın alqı-satqı yolundan veriblər. Qadastrı da var, hamısı da var. Bu torpağın pulu bələdiyyənin qassasına girməyib. Nə də bu adama deyən yoxdur ki, bu torpağın pulunu neyibsiniz, kim yeyib, hara geyib. İkincisi bir şikayətim də mənim necə bir vətəndaş kimi. Mədrəsə qəsəbəsində bir dənə türk ailəsi yaşayır. İnvalid ailədir. Ailənin başçısı gözləri tutulub, gözləri görmür. Onun 1 hektar torpağını fırıldaqla gətiriblər, alıblar ki, güya sənin torpağını dəyişəcək, yaxşı torpaq verəcək. Ona görə ki, o vaxt üzümlüyə torpaq alınanda orada baha qiymətə alırdılar. Hektarını 8.000 dollara, 6.000 dollara torpaq alırdılar. Allah kömək olsun, Allah razı olsun bu torpaq üzümlük salanlardan. Çox razıyıq, çünki cəmaatımız işləyir, böyük şeydir, həm də buralar gözəlləşir. Ancaq burada işləyənlər ondan istifadə edib ayrı yollarla, əyri yollarla dokumentləri, sənədləri aformut ediblər. Məsələn, bunun torpağını 9 ildir bu adamın, bu invalid ailənin torpağını nə pulunu verirlər, nə özünü geri qaytarırlar. Onlar torpaqdan istifadə edirlər, yaxşı üzüm, ama bu invalid ailə, Türk ailəsi qalıb kənarda. Mesxeti Türklərindəndir. Mesxeti Türklərindən, bəli. Nə pulunu ala bilirlər, nə torpaqlarını geri ala bilirlər. Məhkəmənin qərarı var. Məhkəmə qərardatı 3 dəfə apellasiyada, Sumqayıtda apellasiyada baxılır. 3 dəfə Respublika Ali Məhkəməsinin kollegiasında baxılır. Şamaxı rayonunun məhkəmənin qərardatını təsdiq ediblər. İcra orqanları icra yerinə yetirə bilmirlər, ona görə ki, bunları külbəcüratlarla aformut ediblər. Osmanov Qədirin oğlunun adına. Osmanov Qədirin oğlunun adından sonra naməlum adam Yusufov Yəvərin adına, Naxçıvanlı. Yusufov Yəvərin adından sonra da Murad adlı birinin adına. Yəni birbaşa torpaq sənədləri saxtalaşdıraraq başqa adlardan başqa adlara keçirtirlər ki... Ekspertin kağızı da var, çıxar bu kağızı. Ekspertin kağızı da var ki, bu aformləyinə saxtadır. O haqqında ekspertin rəyi var, məhkəməyə təqdim eləmişik. Ancaq mən bu işə vəkillik eləyən bir adam kimi nə ilə qədərə eləyirik, indiyə qədər bu kasıb ailənin, bu yazıq ailənin adı yerinə yetirilmiş. Tələbi yerinə yetirilmiş. Adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iltizamı. Burada yazılır ki, rəydə yazılır ki, bu adamlar Əhmədov Xeyriyyənin, Əhmədov Zahirin, Əhmədov Gülbaharın, Əhmədov Nüəlinin, Əhmədova Nureyənin, bunların adına əvəzinə imza atılanlar hamısı saxtadır. Bu prokuratura getmək əvəzinə, bunları cinayətə almaq əvəzinə, əksinə bu adamlar gənə incidirlər. Bundan başqa, Adnalı kəndinin icra nümayəndəsi heç bir əlaqəsi olmadan bir dənə razılıqnamə yazıb. Güya ki, zaten Xeyriyyədə, bütün bu ailə, Əhmədov Seydulun ailəsi razıdır torpağı satılsın. Ancaq bunların heç birinin xəbəri olmadan Əhmədov Seydul Adnalı Sovetinin icra nümayəndəliyi tanımadan, oraya getmədən, özünün mədrəsədə icra nümayəndəliyi ola, rayonda notaros ola, nə üçün gedə zaten Adnalının Sovet icra nümayəndəsinə deyək ki, xahiş edirəm mənə dadır. Adnalının icra nümayəndəsi özü boynuna aldı ki, gəlin məni Qədir deyil, aldatdılar və məndən razılıqnamə kağızı alıb piçetdədilər. Həmən kağız da işin içindədir. Aldadıblar onu. Aldadıblar onu. Yəni o birbaşa təsdiqləyir ki, Qədir, bir də Qədir və kim? Dadır, Xudaverdi Hüseynov. O nə işləyirdi? O da bundan beraber meşyenliklerdi. Bunlar 4 nəfər. Maşyenlikler, cemaat aldadı, pullarını alan.
Əsli xanım neçənci Hacı Əsli xanım neçənci ildə sizə sizin vaxtı bələdiyyə olduğunuz vaxtlarda həmin torpağı icarəyə götürmüşdü? 2004-cü ildə, eləmi? Hə. 2004-cü ildə. Protokolla vermişəm, bələdiyyə üzvlərinin hamısı qol çəkib, məktub yazmışıq. Torpaq şöbəsinə gəlib xəritə çəkiblər, kadastr veriblər, onu təsdiq ediblər. Onda qanun elə idi. O torpaq əgər qanunsuz olsaydı, torpaq komitəsi ona şəhadətləmə verməzdi ki, orada ev tikmək üçün torpaq özəlləşdirməzdi, həmən torpaqdan. Verib. Torpağı özəlləşdirib əlində şəhadətləmə verir. Almışam. Əlində şəhadətləmə var. Var bir də burada. Verib. Belədir. Mən 7 hektar yerimi alıb əlimdən. 99 illik 3 zadan gölün içidir. 4 hektar bu da bu meşənin içidir. Bax bu da o obyektimdən bəri 4 hektar yerdir. Alıb əlimdən tikib obyekti oturub üstündə. Bunu tutturdu, 4 il iş verdirdi. Getdik dedi, abala bu yer bizimdir. Sən bura nə tikinti aparırsan? Oğlumu getir tutturdu. Pəs mən ara gedim. Gedim qan salım. Mən bu yaşımda uşaqlarımı öldürtdürüm. Ondan sonrası qanıcı millət söz deyən kimi yürür başatılanı var. Gün batan kimi 1-2 gün burada olun bilin. Yedeyim ki polisə gəlsin dursun. Sabahatan güllə açır orada. Bir nəvəmi o gülləyə saldırdı. Oğlumun bir oğlu qalmışdı. Rəhmətə gedən oğlumu. Gülləni vurdu. Uşaq balağımın altına qaçdı. Yine güllədən qorxuram. Uşaq öldü. İran düz zar qalmadı. Mən düzü dünyanı gəzdirdim. Uşaq öldü. Bax burada bu qədri güllələrin səsindən. Neçə dəfə 102-yə zəng eləmişəm. 6 polis gəlib gedib orada sakitləşdirib. Abala nə güllə atırsan? Abala bulan qapını o qoyub Qədir. Mən uşaqlarım söktü töktü yerə. Onun üstündə mən oğluma 4 il iş verdi. Onu Qədir qoydu o qapını orada. O yerimi ərazimi belə hərlədi. Belə aldı əlimdən. Sonra uşaqlar getdi, söktü, töktü, telin töktülər. Onu istolbasını sındırdı, töktülər uşaqlar ki, sən niyə görə buranı cəhd eləmişsən? Belə oyunlar gəlir mən başıma. Mən nə varım, mən hara gedim? Ki, o silah səsləri ilə sizi narahat edirdi. Hə, silah səsləri. Qoymur yatmağa bizi. Tarap, başatılan atır. Qoşallan var deyir. Özü deyir mənə. Qoşallan var. Başatılanım var. Kim mənim qabağıma keçə bilir, gəlsin keçsin. Onunla bağlı siz müraciət edəmişdiniz hər hansı bir orqanlara, silahla bağlı. Neçə dəfələrlə, köhnə rəis var idi. Mən 102-yə zəng eləmişəm, polisləri tökmüşəm bura. Buradan tüfəngin səsi nətər gəlibsə üstümüzə. Bu da bu ağacın dibində. Ki qaçdıq, soxduq özümüzü evə. Polislər nə vardı, tədbir görmədilər? Tədbir gəldi, getdi biraz danışdılar orada. Sabah nədə əsr xalı, qoğumsuz ağra basır. Mən qoğumu neynirəm, başıma dönüm. Məni neyrah eləyir, məni güllə ilə vurur. Gəlinimin and olsun Allaha, o taya qoymuşam uşaqlar. O yüzden bax o ağacın dalından nətər gülləni atdısa, divanda gəlinə dedim, o da əqbaşı güllə öyün içinə dəydi. Allah bilir, Allah haqqı, o çıxdığım baba haqqı. Gəlinin başına gidim ki, adı güllə dəydi bizə. Oğlumu tutturdu, gülləni yağdırdı təpəmizə. Bəs biz hara gedək, başıma dönüm. Mən üzümü bu balaca da baş prokurordur, bizim bu prokurordur. Bakı prokuror hamısına demişəm, bir dənə bizim 2 dənə güman yerim qalıb. Bir bizim prezidentimiz, bir də xanımımız. Mənə əl tutsun, mənə köməklik eləsin. Xahiş edirəm sizdən. Mənim bu səsimi onlara çatdırın. Bütün mədrəsə şikayətçidir. Bu torpaq var üstündə durmuşuq. Burada atamın gör haqqı, burada bəlkə 8 adamın gözü yaşlıdır. Bu saat torpağını pulunu ala bilmir. O da orada bir dənə qaçqın var. O, araba dölür, can verir, oğlu götürüb apar. Torpağın əkiri bükür, nə də pulun vermir. Mən döyürəm, bütün bu xınıstı, Şəhriyar, mədrəsə, Mığanlı, Quşçu kəndi, 60 yaşında arvadları, mənim 60 yaşım var, aparıb 18 yaşında oğlana kəbin kəstirir ki, əskəridən yayındırsın, pul alsın. Bu belə adamdır, bu belə qədirdir. Qız olsa adın Samirə qoyur, oğlan olsa Samir qoyur. Hələ heç uşaq yox deyə yalandan. Düzəldir, düzüb qoşur, Quşçuda neçə dəfə onlarda elə şeydən ötür. Düşdü məhkəməyə, zada bir 10 ilin söhbətidir. Oradan bunu qovladılar. Xahiş edirəm ki, İlham müəllimə, bizim prezidentimizə, onun qadasını alın, mənə köməklik eləsin. Mən xanıma, Mehriban xanıma üst tutub deyirəm ki, mənə köməklik eləsin. Mən də bu yetimlərim qalıb arxın qırağında, bu yerimi yurdumda sata bilsəm, sataram, ala bilsəm, oturaram arxayın. Bu yetimlərimi bir yana eləyim də, başıma dönüm mən bu yaşımda. Bir yeri almışam, bir yer mənimdir. Telpəridən almışam, Şəhriyar qəsəbəsində yaşayam.
Gəlpərdən almışam. Bu yer 11 ildir məndə idi. Bunu gətir Rizvan tökdü bura daş tikinti yaparanda dedim Rizvan mənim bu yer mənimdir axı. Bunu nətər tiksən? Dedim mən Osmanov Qədirdən Rəşid oğlundan almışam. Sən get ədaləti onu ilə elə. Dedim mən Qədirə yer satmamışam axı mən gedib Qədirdən davamı eləyəm. Sən almısan, sən get deyinə ki yerin yəsi pulun istəyir. Verginin pulunu aparım verim. Ya mənim torpağı boşalt verim. Axır bu adam məndən ya torpaq əvəz elə. Dedi o mənlikdir. Bu cürə gətirdim verdim Rizvan müəllimə dokumentləri. And olsun Allahın canı aldı əlimdən Rizvan belə çırpdı mən sifətimə. Bu dokumenti. Dedi get hara deyirsən de. Mən də hara demişəm məhkəmə bu de qərar çıxardım mən üçün. Ondan götürüb verib Sumqayıta. Sumqayıta qaytarıb ki yer xanımındır mən üçün. İndi məni verib ali məhkəməyə. Pəs Rizvan müəllim, sən vicdanlı alıcıydın. Uzunu 100 metrədir, 75 metrədə beləsidir. Belə bax bu obyektdir, bax bu tikintinin içidir. Bunlar hamısı mən yerimə. Mən vaxtında burada əkin əkmişəm, arpa buğda biçmişəm, məsəl üçün başımı saxlamışam. Mən belə bu vəziyyətlə dolanmışam. Mən Şamaxı rayonunun Böyük Xırsı kənd sakini Rüstəm Əloğlu, məlumat üçün bildirirəm. Hər gün də yenə Ağadir Osmanovun təzyiqlərlə üzləşirəm. Mən Şamax 6 uşaq atasıyam. Mən ailəli adam, mənə çörək lazımdır. Mən Şamaxın gəzməyə qorxu ehtiyat edirəm. Çünki bu adam istənilən şəxsi, yəni şərlə böhtənlə tutturmağa onun əlində heç bir şeydir. Bizim nümayəndə var idi, Bakıdan gəlmişdi Elşən İsmailov. Onu da biz sadə vətəndaşlar müdafiə etdiyinə görə artıq o bir neçə qətnaməni burada utduğuna bir neçə vətəndaşın haqqını müdafiə etdiyinə görə həmin şəxsi şərlə, böhtanla döydürdü. Özü döydürməyinə baxmayaraq gedib saxta rəy almaqla güya Elşan İsmailov bunlara hücum çəkib, döyüb nağərim deyinir. Elşan İsmailovun şəxsən mən özüm görmüşdüm. Həmin günü gözünün udarla vurulmuşdu. Kim tərəfindən vurulmağını düzü mən görməsəm də onun adamları tərəfindən vurulmuş. Onun da həbs qətiyyəsi. Kimin adamları tərəfindən? Ağadir Osmanovun adamları. Ağadir bu işləri quran Ağadir Osmanov. Hal-hazırda bu günü mən Şamaxıya getməyimə ehtiyat edirəm. Mən küçədə gəzəndə sağma sola baxıram. Mən öz evimdə, öz elimdə olmamda nə üçün mən sağma soluma baxmalıyım? Mən üzr istəyirəm, balalarımın çörəyi fikirləşməliyəm. Yoxsa Ağadir Osmanovun reket türmədə yatmış, orada burada yəni. Ağadir Osmanov kimdir? Ağadir Osmanov Şəhriyar İcra Nümayəndəsi icra nümayəndəsidir. İcra nümayəndəsinə yaraşmayan hərəkətlərdir. Hal-hazırda Ağadir Osmanova məndən başqa bir başqa vətəndaşı da böhtən atıb ki, mən ona 5000 dollar pul vermişəm. Hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsində 147.2 ilə onun işi davam etdirilir. Ancaq belə güman edirəm ki, orada da bu özünə əpravdanını alacaq. Bəs yaxşı, bu insanları şərləməkdə məqsədi nədir? Bu insanları şərləmək yalnız pul qazanmaqdır. Bu cür pulu, mən onu lap... Necə, o insanları şərləyib nə edir ki? Torpaqların əlinə alır. Biz hal-hazırda... Olduğu kimi deyin də, yəni insanları şərləyərək... Şəhriyar torpaqların əlindən alır. Bu, mənim anamın məxsus torpaq sahəsidir. Şəhriyar qəsəbəsində o vaxtı verilmiş mənim anam mülkiyyətidir. Anam rəhmətə gedəndən sonra mən 24 yanvar 2005-ci ildə mənim anam rəhmətə gedib, anam rəhmətə getdiyi gün güya mən notariusa müraciət etmişəm, ərizə vermişəm ki, mən anamın mülkiyyətini əldə eləmək üçün. Hansı, üzr istəyirəm, vicdansız oğul anasının ortalıqda qoyub notariusa anasının mülkiyyətinə doğru gedib ərizə verə bilər. Yəni, belə bir hal olmuyor. Arayış verir. Şamaxı rayon Şəhriyar qəsəbəsində Rüstəmov xanım Musa qızı Şəhriyar qəsəbəsində qeydiyyətdə olub. Mən anamın şəxsiyyətini nə yaxşı ki o vaxtdan saxlamışam. Mənim anam Böyük Xırsı kənd sakinidir, ömrünün sonuna qədər də burada yaşayır. Ağadir Osmanov qardaşımın adı etibarnamə yazır. Güya qardaşım və daha iki qadın, mən qadınları ümumiyyətlə tanımıram. Bunlar mirasların mənə qəbul etməyə etibarnamə verirlər, şəxsən mənə. Mənsə həmin bu etibarnaməni bu günə qədər görməmişdim, indi əldə eləmişəm. Hal-hazırda onu məhkəməyə vermişəm, məhkəmədə araşdırma davam edilir. Özünün burada dövlət... Orada axı dələduzluq faktı var. Əlbəttə ki, burada dələduzluq faktı var. Bəs niyə məhkəməyə müraciət eləmişsiniz, hüquq mühafizə orqanlarına müraciət eləməmişsiniz? Mən bunu rayon prokuroruna da müraciət eləmişəm, hətta baş prokurorluğa da göndərmişəm. Baş prokuror rayon prokuroruna cənab Nazim Abbasov rayona göndərmiş. Zakir Müslümovdan
207-ci maddəsi qaydasında araşdırılmasını sizə göndərilir. Həm vətəndaşa, həm də mənə məlumat verilməsini göstərilən məndə kağızı var. Nazım Abbasovun. İstintaq İdarəsinin rəismanı. Bu günə qədər rayon prokurorluğu bu barədə mənə məlumat verir. Aynur Osmanova 31.05.2016-cı ildə rayon prokurorluğuna 37 vərəqədən ibarət bütün Ağadır Osmanovun saxtakarlığı nəticəsində göndərilmiş məktuba vətəndaşa cavab verilməsi tövsiyə olunsa da, bu günə qədər rayon prokurorluğu bu barədə mənə heç bir məlumat vermir. Artıq 5-ci, indi 7-8-ci aydır. Milli Məclisə göndərmiş olduğum müraciətə yenə də eyni ilə burada göstərilir ki, Şamaxı rayon prokurorluğuna göndərilmişdir. Rayon prokurorluğuna əgər bu göndərilibsə, mənə rəsmi bir kağız verilibsə Milli Məclis tərəfindən, nə üçün rayon prokuroru mənə bu barədə heç bir məlumat vermir? Maraqlı burasındadır. Sizin həmin o torpağınız pay torpağı idi, yoxsa icarəyə götürdüyünüz torpaq? Bəli, torpaq? dövlət tərəfindən verilmiş pay torpağıdır. Dövlət aktı var sizdə, həmin o torpağı? Əlbət ki var. Əlbət ki var. O pay torpağı neçə sot idi? 67 sot. 0,67. Bəli. 67 sot. 67 sot, bəli. 67 sot torpaq sahəsidir. Bu arada biz məhkəməyə müraciət eləmişik. Artıq ildən yuxarıdır ki, Şəhəriyyə İcra nümayəndəsi bilir ki, burada cinayət tərkibi var. Ona görə də mən deyə bilmərəm ki, oradan nə gedir. 3 dəfə biz ekspertə göndərmişik mənim imzamı. Bugünə qədər ekspert hər dəfə bir bəhanə ilə 2 vərəq yenə göndərməyə baxmayaraq, yenə təkrarən qaytarıb mən bu gün məhkəmədə olmuşam. Deyirəm, təkrarən ərizənin əslini istəyir. Ərizənin əsli də məndə yox, notaryusda olmalıdır. Notaryusda müraciət edilib, məhkəmə tərəfindən sorğu verilib, bu gün də verilmirsə, onun mənə nə aidiyyəti var? Sizin anoluza həmin o pay 95-ci ildə verilən pay torpaqlarındandır da? İslahat gedəndə, torpaq islahatı gedilərkən, mən anama məxsus, anama verilmiş 67 sot torpaq sahəsi Şəhriyar qəsəbəsində verilmişdir. Uzun müddət anam orada işləmiş, yəni safxozumuz əvvəl bir olub. Sonradan biz ayrılmışıq, biz ayrı təsərrüfat olmuşuq. Lakin, yəni, tək anama yox, 7-8 qadına, uzun müddət işləmiş qadına da, kişiyə də verilmiş. Həmin məndən başqa, həmin bundan başqa 8 qadının da əmlakın saxta yollarla həmin şəxs başqa-başqa etibarnamə yazaraq mənimsi kiməsə satmışdır. Həmin vətəndaşlar hal-hazırda kənddə yaşayır, nəvələri, oğulları müraciət eləməyə ehtiyat edir. Yəni bu görür ki, kim rəhmətə getdi, tez onun torpağını mənimsiyib keçirtir. Bəli, harada ki, yəni orada o torpaq pula gedər, dərhal gedib onu saxta yollarla, oradan-buradan etibarını almaqla icra eləyir. Sonra biz ailəndə başlayıb bizə təzyiq, öldürmək, asmaq, kəsmək ki, yəni bizi yerdə otursun. Siz onların adını saya bilərsiniz, kimlərdir? Kətdə əlbət ki, yəni mənim yadımda qalanların hamısını hal-hazırda saya bilərəm. Abdullayeva Hacıoğlu rəhmətə gedib, Abdullayeva Lomoğlu rəhmətə gedib, Hüseynova Zivəroğlu rəhmətə gedib, Dadaşova Lomoğlu rəhmətə gedib, hal-hazırda o da məhkəmə müraciət edib o barədə. Onun qohumları müraciət edib də? Yox, oğlu müraciət edib, Dadaşov Lumina ilə qədər oğlu. Abdullayeva Şəfiqəoğlu, Abdullayev Şəfoğlu, Abdullayev Həmidov. Yəni biz təsərrüfat o vaxtı Sovetin dövründə mən yəni uşaq olardım, yəqin ki təsərrüfatımız bir olub. Eyni təsərrüfat. Bəli, safxoz bir olub, bir olduğuna görə yəni birgə işləmişik. Lakin islahat gedəndə həmin bu yaşlı vətəndaşlara oradan da mülkiyyət düşür. Qanun olaraq dövlət tərəfindən verilmiş 67 sot torpaq sahəsi. Bunu dövlət verir. Bunu hər hansı bir qəsəbə icra nümayəndəsi vermir, nə prokuror, nə başçı, yəni o birlər vermir. Bunu dövlət verir. İslahat edilərkən. Verilibsə, demək dövlət vətəndaşa qalmalıdır bu. Ancaq qeydiyyatda Şamaxı rayon Böyük Xınısı olub, ömrünün sonuna qədər də burada yaşayır. Şəxsən mən öz anımla danışıram. Ömrünün sonuna qədər də burada yaşamış şəxsi Ağadır Osmanov arayış verir, saxta arayış. Ki bu adam rəhmətə gedənə qədər Şəhəriyyə qəsəbəsində yaşamışdır. Mən şəxsiyyəti təqdim eləmişəm məhkəməyə. Bu gün də siz şəxsiyyətə baxa bilərsiniz. Yox, indi ola bilər ki, şəxsiyyət vəsiqəsi burada qeydiyyatda olsun, amma orada yaşasın. Yox, mənim anam, mən 10 evladıyamsa, biz 10 nəfər ailədə. Mən sizə
ailə tərkibində arayışı da sizə təqdim edə bilərəm. Ağaqədir Osmanov isə 10 nəfər ailədə. Ağaqədir Osmanov isə etibarını verərkən qeyd edir ki, arayışda tək bunun vərəsəsi mənim böyük qardaşım Rüstəm Ağasımın Əlioğlu olmuşdur. 10 nəfər idi. Necə tək onu vərəsə hesab edir? Bəs yaxşı, indi həmin qardaşımız hardadır? Burada, kətdədir. Bəlkə onu ilə əlbir olub, eləyib bu halda. Yox, mən qardaşım özü də müraciət edib, hal-hazırda bir iddiası əlimdədir. Onun səlahiyyəti nümayəndəsi mən olaraq çıxış edirəm, çünki o savad baxımdan biraz o da sürücüdür. Olduğuna görə mən o etibarını verir, bütün səlahiyyətləri mən yerinə yetirirəm. Axıra qədər də yerinə yetirməyə borcluyam. Mən Əhmədov Nurəli Zahiroğlu. Papam xəstə olduğu müddətdə 2007-ci ildə bizim başımıza torpaq haqqı hesabı gəldi və bunda aldatdılar bizi. Və bu 2007-ci ildən bəri hələ də məhkəmələrdə gəzirik. Bizim papam xəstə olduğundan ötəri, həmişə mən gəzdiyimdən ötəri, mənim də o qədər məhkəmələrdə hələ bir gün sabah deyə iş həll olacaq, hələ də həll olub gəlib çıxmayıb 2016-cı ilə kimi. 2007-ci ildə Hüseynov Xudaverdi gəlib bizdən torpaq dəyişmək dedi, torpağı satırsın, dedi yox, satmırıq torpağı. Sonra dedi ki, başqa yerdən torpaq verim, dəyişək yerləri. Torpaqlar alqı-satqıya gedəcək hamısı. Sonra biz torpaqları dedi ki, onda başqa yerdən torpaq verərsən, dəyişərik. O da gəldi, sənədləri aldı, torpağı da apardı, bizə göstərdi. Və o torpaqları göstərdiyi torpağa getdi, birinci il getdi, otun pisməyə istəyəndə yəsi çıxdı. Dedi ki, bu torpaq bizimdir. Mən heç kimə satmamışam. Sonra Hüseynov Xudaverdiyə gedib dəyəndə o dedi ki, sizə başqa yerdən torpaq verəcəm. Həmçinin həmənki torpaq da elə haqq hesaba gəldi çıxdı. Dedi bizim torpağı qaytar. Sonra dedi ki, torpaq da alqı-satqıya keçib sizin pulunuzu düzəldib verəcəm. O da gəlib çıxmadı. Pul zat heç birini vermədilər və məhkəməyə çıxdı. Məhkəmə qərarı 2012-ci ildə Təranə Hüseynov qərar çıxartdı ki, Hüseynova qərarı çıxartdı ki, torpağı dala qaytarılsın, 4000 manat da təzminat ödənilsin 2012-ci ilə kimi dəymiş zərəri. Və bunu təzminatı ödənilmədi. 2016-cı ildə axırda bunu heç bir Hüseynov Xudaverdinin üzərində heç bir mal varlığı olmadığından ötəri onun keçirdilər pensiyasına, pensiya fonduna. İndi onun da pensiyasından gəlir, amma torpağın hələ dala qaytarılmayıb. 2012 torpaq çox adamın üstünə alqı-satqı getdiyindən ötəri bunlar da deyirlər ki, hələlik bizi heç nə şey eləyə bilmirik. Nə bilim, axtarışlar gedir hələ. 2016-cı ilə kimi hələ heç bir əldə heç nə yoxdur. Qərar amma çıxıb ki, torpaq dala qaytarılsın. Qərar var. Ali məhkəmədə, apellyasiya məhkəməsi də hamısı da baxıb. 3 mərtə Ali məhkəmənin şeyi çıxdı. 3 dəfədən qərar verildi. Hamısı biz haqlı olduğumuza görə hələ də gəlib çıxmayıb. Torpaq birinci səfər Atakişev Ağaverdiyə keçdi. Atakişev Ağaverdidən sonra Osmanov Natiqə keçdi. Osmanov Natiqdən sonra da ondan keçirdilər Yusufov Yavər adında bir şəxsə. Yavərin adından da keçirdilər Murad adında şəxsə. Bunların heç birində axtarış keçəndə heç birinin xəbəri də, onların da adlarını keçməyindən heç birinin xəbəri də yoxdur. Bizi də aldattı. Aldı dedi 15 günün içine toprağınızı vereceğim. Kim aldattı sizi? Diyelim o Kadir'in oğluyla o şey geldi. Ne adı? Hude mi? Huda verdi. O balaca oğlan Kadir'in oğluymuş. Ben de tanımasam ben ne bileyim onu. Natik. Kişi geldi yaldattı, maşinaya bindirip aparmışlar. Ay dayı buraya el çek. Senin toprağın üce sana yaxşı yerden yer verecekti. Kişi bilmiyor okuma yazmayı. El çektirip ucu toprağı almışlar onlar. Bizim haberimiz. Torpaqda bizim heç birimizin qol izi yoxdur. Kolumuz izimiz yok idi. Son eksperti apardılar. Eksperti aparan da bizim hiç kol izimiz yok. Ekspert elə çıxartdı dedi. Sonra qaytardılar torpağınızı. Qaytarmıyor da. Hələ Qərar qaytarıb, qərar da qaytarılıb amma torpaq Qərar da qaytarılır. Fakt qərarda qaytarılıb torpaq. İcra olunmuş. İcra olunmuyor da, qaytarılmışdır. İcra olunmuyor. Elə oluyordu buz. Kişi geldi, infak oldu, o nedir o, hudidir. Kişiye nalar demedi o. Sen hara geçsen git. Bizden sen toprak alamazsın, sen benden bir kapek pul alamazsın dedi. Nereye geçsen git dedi. Kişinin yüzüne dedi, kişi de geldi, infak oldu, öldü, özü hastaydı. Bəs onun varisləri kim qalıb?
Oğludur Varislər da. Ha, oğlundan- mənimlə bu oğlum ikimizin. Azizova Səbriyar, Azıq qızı. 1989'da bura gelmişik. Hükümetimiz bizi propiska elədi. Sonra bize emlak payı verdiler, yer verdiler. Haremimize 80 sotuktan yer düştü. Sonra biz o yerden istifade eləyə Biz elimizden götürdüler. Biz 80 sotuğu satmak istedik. Hudi diyen bir nefer şahıs Şamaxılı geldi bizden 80 sotuğu alacağım dedi. Bana ver satın dedi. Yaxşı dedik sattık. Gecesi karanlıkta geldi. Bizden 80 sotuğu yerin pulunu verdi. 1200 dolar verdi. Akit kağıdımızda elimizden aldı gitti ki diyor ki ben bunu propiska bunu şeyin çıkardı, kopyasını çıkartıp size getirip vereceğim dedi. Ha yaxşı dedik. Kızımla ikimiz el çektik. Aldı apardı gitti. Ay xudu ver kağıdımızı, akitimizi ver. Ay xudu ver akitimizi ver, vermedi. Sonradan birden eşittik gördük ki yerlerimiz hamısı satılıb. O kim satıp? Ağa Qadir. Bir şahıs Şamaxılı. Alıp hamısını alıp yerler çəpərlənib. Daha bizi koymurlar yerimize bakaq, gedək, görək. Biz oradan istifade eləyirdik. 2 yıl elə istifade elədik. Yaxşı da yeridir. Torpağımız da yaxşıydı. İndi biz 1 yıl, 2 yıldır biz gezirik Şamaxıda prokurora. Hələ o kağız, hələ o dokument, hələ Şamaxıdan, hələ Bakılara yazırıq. Məktublar gəlir, çıxır, sizin işinizə baxılacaq, baxılmır. Hələ gün bugün biz bu şeyin üstünde kalmışıq. Allah bize iltimas ediyoruz ki bize ne olur kömək edin. Ne olur bize kömək edin. Bizi yerlerimizi alıp verin. İltimas sizden. Bize kömək edin. O Qadir Şəhriyar qəsəbəsinin konseveti. Onun arkası var. Baxırıq, gedirik, məhkəməyə də gedirik. Deyirlər saxta. 4 hektar yer sattık, aldı götürdü elimizden akitimizi, yok oldu, hamısı yok oldu gitti. 3 hektar 20 sotukta yok oldu, onun içine karıştı gitti. Biz size yüz tutup diyoruz ki, Cənab Prezidentimizi biz çok seviyoruz da, istiyoruz da, ne olur bize kömək eləsinler. Cənab Prezident bize kömək eləyin, xahiş edirəm sizden. Bize kömək eləyin, onlar dələ düzlərdən bize kağızımızı, torpağımızı geri qaytarın verin. Məhkəmələrə də gedirik. Məhkəmə o Şamaxıda diyor, saxta diyor, gedirik. 3'te gelin, 4'te gelin gedirik. Hamısı diyor, yok bugün olmayacak, sabah olmayacak. Olmuyor. Cənab Prezidentimiz, sizden xahiş edirəm. Biz 7 baş külfətik, körpələrimiz var. Biz de o yerden istifade eləmək istiyoruz. Haqq adalet yüzə çıxsın. Bize sahip çıxın. Bizi torpaqlarımız geri verilsin. Hukuklarımız yüze çıksın. Ya çıkın bize. Hukuklarımız tapdalanmasın. Cənab Prezident sizden xahiş edirəm bu işlere bakasınız. Kamalova Bəxtli. Biz gəlmişik Özbəkistandan, Səmərqənd şəhrindən. Gəldik Azərbaycana. Rəhmətli Heydər Əliyev bizə çox yardım etdi. Bizə vətəndaşlıq verdi. Biz kolxozda işlədik yüzümdə. Sonra 97-ci ildə kolxozu dağılandan sonra bizə rəhmətli Heydər Əliyev topraq verdi. 6 başcana 4 hektar 75 sotuq. Biz onu o illəri əkdik, taxıl əkdik, becərdik. Ondan sonra bu Şamaxıda bir tane Osmanov Ağa Qədir bizə dedi ki satmaq tərəfindən aldı bizdən torpaqları, amma yaldatdı, bizə paramızı vermədi. Günü bugündə 7 ildir, 8 ildir gəziyoruz, məhkəmələrə gəziyoruz. Bütün her yere geziyoruz, yaldadıb bizim elimizden bu torpaqları almıştır. Yalan yollarıyla yaldadıb almıştır, dokumentləşdirmiştir kendi adına. Biz kaç dəfə getdik, Hüseynova Tarana xanım bize məhkəmə çıxartdı ki, topraklar karar çıxartdı ki sizindir. Biz o toprakları alamıyoruz. Onlar qorxmurlar heç nədə. Bir mən deyiləm, mədrəsədə 20-30 adamın hamısını aladıb, əlindən torpaqlarını alıblar. Biz belə qalmışıq. Biz xahiş edirik, bize kömək edirik. Becana bu sözləri səsləndirsinlər, prezidentimizə bunları çatdırsınlar, bize yardım edin, xahiş edirik. Ümbət otel pərəyi qardaş. Torpaqdır, bu həmləkmə düşüb.
ehtiyac dərdindən satmışam filan kəsə. Kimə satmısınız? Əsliyə. Əsliyə. Familiyası nədir? Nuriyev Əsliyə. Nuriyevə Əsliyə. Satmışam buna məsəl üçün. Girmişəm notarusa, gəlib 2 kərən qapıma, gedib notarusa, almışıq, peçatlamışıq. Pulumu almışam, 350 manat pulumu çıxıb gəlmişəm. Siz ona torpağı satandan sonra onu torpaqla daha sonra heç hər hansı bir iddiavız olmadı ki, mən torpağı qaytarmaq istəyirəm. Yox, yox bala, yox. Heç nə olmadı. Aldım pulumu, satdım, çıxdım, gəldim bəri. Yəni şəxsən siz təsdiq edirsiniz ki, həmin vaxt o 80 sot torpağı Əsli xanıma satmısınız. Satmışam balada. Nə yalan nə deyim bu vaxtında. Torpaq xanım sizin birbaşa adınızda idi, yoxsa? Adımda qatalım. Hə, yadkesin yəni dövlətdən pay kimi, yəni sizin dövlətdən pay düşmüşdü. Digər ailə üzvlərinizə yox da birbaşa sizin. Yox, ancaq mən bir mən işləyirdim də, ailə üzvünə buradan düşmüşdü. Buradan uçotda olduğuma buradan düşmüşdü. Orada bir pay özüm işlədiyimə özümə Mədrəsə qəsəbəsinin ərazisində sizə bir pay torpaq payı düşmüşdü. 80 sot ilə 70 sot torpaq. Həmin o torpaq payını da həmin 73 sot. Həmin o torpaq payını da siz Əsli xanıma satdınız. Satdım Əsli xanıma. Bu da dedi mən də torpaq alıram. Dedim almaq məsləhəti ilə mən də satıram. Bir 80 sot torpaqdan ötürü mən buradan Şestoydan üzü bu yəni mədrəsəyə əkməyə gəlməzəm ki, qoyun da verimsə götürünə. Dedi nə deyirəm məsələn, bu aldım mən. Alqı-satqı elədiniz və razılaşdınız. Getdik nəfərsə peçatladıq, çıxdıq gəldik Berqadəs. Bunda nə var ay bala, nə bilim mən. Oldu, çox sağ olun. Məndən də xəbərsiz onun ayağına keçirdim, ondan onun ayağına keçirdim. İndi burdalanıb iş çıxıb. Üç adamın ayağına keçir. Yəni sizin adınızdan götürüblər torpağı başqa. Məndən istifadəsiz. Ağaverdiyə. Ağaverdi deyir, onun Ağaverdinin əmsi oğludur. Onlar hamısı əmi uşaqlar bir-birinə nə bilim nə yolu ilə keçirdiblər. Bunları kim eləmişdi ki? Mən Qədir eləyirdi yaxın. Kim eləyirdi adam? Oranın müştisi o idi. Bir Qədirimiz o idi. Ondan sonra daldan ağrınan oldu. Gəldi ki işte buraya kəsəb etdi. O eləyirdi, biz eləmişik. O notarius həmin dövrdə yazmışsınız. Hə, həmən dördü notarius. Siz evli ola sizə subay yazmışdı. Hə, qodular. Sizin boyda Allah saxlasın, 4 dənə oğlum var. Mən bundan sonra kişi də rəhmətə gedim, 2 ildə hələ tamamdır. Hə, həmin o vaxt siz üçün yazmışdı ki, subay ona görə də bu əməliyyatları həyata keçirmiş. Xəbərim olmuyor, baxı qadın. Xəbərimiz olmuyor. Xəbərim olmuyor, baxı. Deyərdim onu da elə süzərək ki, vicdansız, bu boyda kişinin inəmsən, mən hə, dulam, indi ölübsə deyərəm, hə, dulam. Yəni bu sənədləşmə işində də böyük bir saxtakarlıq eləmişdilər, nə görünür? Nə bilim, onların öz işləri, öz babaları öz boyuna. Hansı notarius idi o? Yaşar bu deyil. Yaşar. Şamaxı, siz əməliyyatı Şamaxı şəhər notarial xidmətində apardınız da? Yəni bu şəhər notariusunda apardınız. Getdim, pul çəkdik. Təsdiq elədik, verdik pul medal, elə oradaca saydı verdik. Mən bir çox şey maraqlı oldu ki, elə bir ki sizin həyat yoldaşınız ola sizin sənədlərinizi saxtalaşdırıb sizi subay kimi göstəriblər. Bu sənədləşmə, bu torpağın üzərində aparılan sənədləşmə işini həyata 42 yaşında böyük oğlumdur. 35 yaşında Elxandır, 33 yaşında Eldardan. Hansın birini imzadlayım, hə? Hemen bu kızdaki 12 ildi gidip hemen bu torpağı satanda nişanlıydı axırıncı kızım. Onda 12 il olmuş olardı da elə dayı tarifiyle deyim zat demişken. Mən Nuriyev Əsli Bədəxs. Mən Mehmetov Telpəridən 73 sot torpaq almışdım. Notarius qaydası ilə da alğı-satqı. Aldıq, satdıq, elə orada da pulum verdim. Mənə dedi ki, get forma 1 get. Getdim forma 1-ni getdim ki, yəni bu torpaqsa zalog da yoxdur. Nə məhkəmə zalogu, nə satılmıyor. Evlər idarəsindən getdim, forma 1-də aldım, getdim. Hamısı xərcləri özüm çəkdim. Verdim, aldım, çıxdım, getdim. Getdim, elə oldu ki, başım qarışdı, gəldi, yoldaşım düşdü xəstəliyə. Daha mən bu torpaqda almışam, dur burada. Yeri almışam, yurda almışam. Sən gəl bu arvada deyən qapının ağzına ki, o söz məsələ məhkəməyə qalxanda, gəlib bu qadına deyib, indi bu qadın özü demir, cəmahatıdır, neysə. Deyib ki, sən mən pul təkəlif edib ki, sən gəl dəqinə ki, bu yeri mən Ağaverdiyə vermişəm. Bu dediyə bax, mən qadınam, mən yaşlının axlı olmur, mən vicdanımı pula satıram. Bu arvad dedi. Mən də gəldim, gördüm ki, arvad əli ağa əsir, nədir arvad, mən buna dalıca gəlmişəm. Dedim, bu oğraş dedi, gəlmə dedi, belə-belə deyir. Kimdir, kim gəlibdir? Qədir. Kimi ilə gəlib? Özü, tək. Gəlib ki, bəs sən gəl bu işi irtibas elə deyinə ki, mən bu yeri Ağaverdiyə vermişəm. And olsun vicdanımıza, hamımızın oğlumuz, qızımız var, canımız var, Allahımız var. Allahdan gərək qorxasan. Nə iş görsən, gör Allah gör. O Ağaverdinin bu arvad da bilir, bağrın Qədir çatladı, öldürdü qorxusundan.
Kimin bunu? Ağaverdinin əmsi oğlu. Nə cinayət var idi onun üstünə qoymuşdu. Nə cinayət iş görürdü qoymuşdu onun üstünə. Yazığın ürəyi partladı öldü. Öldü qaldı 5 dənə balası yetim. Bir cürə haqsızlıqlar var, belə Allahsızlıqlar var. Mən bu yerə almışam, pulumu vermişəm. İndi də mənə Rizman deyir ki, mən sənə pul verməyəcəm. Get nə qədər məhkəmələri gəzirsən, gəz. Ağaqədim müəllim gəlib sizin yanınızda ki, siz deyin ki, torpağı kimə vermişəm? Ağaverdiyam. Ağaverdiyam. Hə. Və siz demirsiniz ki, o adamın əlində sənət var axı, sənət var. Mən Necə Dedi də. deyim ki, mən satmışam bu adama, sənəti var əlimdə. Əlimdə əsasla satmışam, pulumu almışam. Mən durum nə deyim ki, mən... Ağaqədim müəllim nə vaxt gəlib sizin yanınızda? Elə məhkəməyə vermişdim 2 ilin söhbəti. 2 ilmin ayrılı elə oldu. Hə. İşin toğun vaxtındakı görək ötbasır eləyəvlər. Mən qohumuq, kəndçiyik. Kənddə vallahi hə, nağarim, eldir, cahamatdır. Bir yaxşılığı, hürməti keçməyib pislikdə, ancaq adam istəmir də. İndi mən də xahiş edirəm sizdən ki, mənim şikayətimi orqanlara çatdırın. Pis gündəyəm də mən. Pis gündəyəm mən. Mən nə qədərə bacaram. Oğlu öldü, nəvəsi öldü, bir uşaq onun o kezdən bir uşaq qalmışdı, öldü. Başı qarışdı, mərdəməzim ki, başına necə olacaq? Hamımız mənlə 5 metrə ağda qismət olacaq, olmazaq bizə vallahi baxa. İndi artıq dərəcədə xahiş edirəm ki, məni Nəzərə alın. nəzərə alın da indi bu bizim də indi prinsipimiz var.